Demək, dərsimiz artıq Windows 11-in yarısıdır. Biz birinci hissəsini keçmişdik sizdən. Bu dəfə artıq gəldi ikinci hissəsi. Elə PDF-in üzündən keçəcəm ki, təbii ki də göstərə-göstərə hər birini. Oxuyanda nəyi, hardan oxumaq lazımdır, necə oxumaq lazımdır, daha ətraflı biləsiniz. Məndən olsa keçərəm bu cür bir formada, göstərərəm, amma siz onu oxusanız biraz qarışıq qalacaq da. PDF-dən istər-istəməz bu görüntü eyni olmaya bilər. Ona görə də PDF-dən gedə-gedə ardıcıl şəkildə. Hamısını sizə ətraflı şəkildə izah edəcəm ki, evdə oxuyanda daha rahat mənimsəyə biləsiniz. İlk başlayır artıq ikinci hissə File Explorer-dan. File Explorer dediyimiz aşağıda olan proqramdır. File Explorer. Biz bütün sənədlərimizə, belə deyək, qovluqlarımıza, fayllarımıza, ZPC-yə, şəbəkəyə hamısına File Explorer-dan baxırıq. File Explorer-ın sol hissəsində yerləşir kitabxana və yuxarı hissəsində Home, Gallery, OneDrive, ZPC, Network da aşağı hissəsində yerləşir. Və hər bir kitabxananın daxilində downloadslar, dokumentlər var. Onların da daxilində yerləşir qovluqlar və sənədlər, fayllar. İndi biz ilk öncə baxaq görək. Bizim üçün File Explorer-da nələr vardır iş masasında? Dediyimiz File Explorer-ın üzərində nələr yerləşir? Current folder. Yəni, bizim hal-hazırda cari olduğumuz qovluq. Mən daxil olacağım bu hissəyə və görəcəksiniz ki, tutaq ki, mən bir sənədə daxil oluram. Tutaq ki, daxil olun. Daxil olan picture-sə buradan screenshotlara. Bu formada. Artıq mənim daxil olduğum qovluğun adı yuxarıda görsənir. Buraya yazıb screenshots. Yəni bu current folder adlanır. Cari istifadə etdiyimiz qovluqdur. Gələk ikinci hissəsinə. Add new tab yazılıbdır burada. Bəli. Yuxarı hissədə plus işarəsi var ki, həmçinin klaviatura düyməsi Ctrl-T-dır. Yəni tabla bağlı olaraq Ctrl-T. Bir dəfə klikləməklə siz yeni bir belə tab yarada bilərsiniz. Növbətə gəldi adres bar. Adres bar adlanır ünvan paneli. Ünvan paneli dediyimiz, baxın, bu hissədir. Burada yazılıb pictures, bu sağ hissəni kliklədikdə içərisində daxil olduqda artıq yazacaq screenshot, sanki fayla gedən yoldur. Bu da adlanır adres bar, ünvan paneli. Növbəti gəldi minimize, maximize. Minimize, maximize keçən dərslərimizdən də öyrənmişdik ki, sağ yuxarı küncdə olan hissədir. Bu aşağı yığır, taskbara yığır, minimizedir. Bu ortadakı maximizedir. Növbəti X düyməsidir, yəni close düyməsidir. Gəldi search area. Search area axtarış hissəsidir. Baxın, mən hər zaman sənədlərimi buradan axtarıram. Yazıram, tutaq ki, buradan test. Test yazdıqda testlə bağlı olan bütün belə PDF-lər, sənədlər çıxacaqdır qarşımıza. Search area adlanır. Növbəti gəldi comment bar. Comment bar da ki, baxın, bu hissədir. Baxın, bu hissə. Comment bar. Sonra details pane. Details pane-i hələ keçmirəm. Niyə görə keçmirəm? Bunu dərs izah edəndə keçəcəm. Çünki hal-hazırda görsənmir. O, bu deməli yerləşir view-nun içində. Details pane. Növbəti gəldi status bar. Status bar vəziyyət sətridir. Aşağıda olan sətirdir. Baxın, bu aşağı hissədir. Burada seçilmiş sənədlərin sayı görsənilir. Görünüşlər belə görsənir. Növbəti work area. Work area təbii ki də işçi sahəsidir. Bizim hal-hazırda cari olduğumuz yer işçi sahəsidir. Növbəti gəldi naviqasiya paneli. Naviqasiya paneli bu sol hissədə olanlardır. Hər biri. Gəldi back. Back geri qayıtmaqdır. Bu geri qayıtmaq. Əvvələ getmək, geri qayıtmaq, sonra irəli getmək. Forward irəlidir, back də geridir. Up. Up nə edir? Ən yuxarı, deməli, belə deyək, sənədə keçid edir. Ən yuxarı qovluğa keçid edir. Refresh də ki, bildiyimiz refresh gəlir, yeniləyir. Formada artıq yenilənmə baş verir. Bu bizim File Explorer-da olan ilkin anlayışlardır. İndi baxaq başlıq sətrinə. Başlıq sətri lap yuxarıdır.
Lap yuxarıda kontekst menunu açmaq üçün mouse'un sağ düyməsini bir dəfə klikləyirsiniz bu formada. Və və aha. Burada yaranlar restore, move, size, minimize, maximize və close. Pəncərəni idarə etmə düymələridir bunlar. Restore əvvəlki vəziyyətinə qaytarır, move pəncərəni idarə edir, hərəkət etdirir, size ölçüsünü dəyişir pəncərənin. Minimize, maximize də bilirik, close da klaviatura düyməsi, Alt F4 düyməsidir, yəni bu X düyməsidir. Mən indi gələcəm, baxın, pəncərənin ölçüsünü dəyişəcəm, size edirəm. Gözləyin bircə dəqiqə. Gəlirəm, baxın, bu hissədən pəncərənin ölçüsünü dəyişəcəm. Size. Artıq dəyişmək olmadı. Niyə görə dəyişmək olmadı? Bayaqları istifadə etdim ona görə. Bu belə. Gəldi indi. Baxın, bu hissələri yəni oxumaq lazımdır. Minimize'dir, maximize'dir, restore'dur. Adres bar. Adres bar dediyi yuxarı hissədir. Bu hissə adres bardır. Bu yuxarı hissə adres bardır. Fayla gedin, həmçinin yolda burada görsənir. Windows 11 əməliyyat sistemində açılmış qovluğun pəncərəsinin ünvan panelində belə bir düyməkisi olunur. Bu düymə yollarıdır sanki. Baxın, yollarıdır. Dokumentisə daxil oldum, dokumentin zoom'a daxil oldum. Zoom'dan da bir sənədə daxil olsam, yenə də həmin işarə görsənəcək. Bir də var, bu aşağıya doğru işarə. Bu aşağıya doğru işarə isə baxın, bu cür şəkildə görsənir. Yəni, mənim dokumentim daxilində olan bütün qovluqlar görsənir. Və yaxud da ki, Zoom qovluğunun daxilində olan bütün sənədlər görsənir. Baxın, Zoom-un daxilində nə varsa, hər biri görsənir. Bunu həmçinin aşağıda da görmək mümkündür. Belə bu şəkildə də aşağıya doğru sürükləsəniz, yenə də görəcəksiniz. Həmçinin Zoom-un daxilində bu işarəni bir dəfə klikləyin, aşağıya doğru sürüşəcək. Aşağıya doğru olanda da yenə sənədləriniz görsənir. Hər iki halda da siz ümumi sənədlərinizi görə bilərsiniz. Yəni, cari qovluqdakı alt qovluqlar siyahı göstəriləcəkdir. Gəlirəm indi qısa yollara. Burada qısa yollar verilmişdir. Məsələn, adres barın qısa yolu var, F4-dür. Backend gerinin qısa yolu var, alt sola düyməsidir. Forwardın irəlinin qısa yolu var, alt sağa düyməsi, up yuxarı deməkdir, alt yuxarı düyməsi, refresh F5 düyməsidir, search area-dəki F3 düyməsidir. Bunları gəlin hər birini yoxlayaq yenidən ki, yadımızdan çıxmasın. Baxın, mən tutaq ki, indi geri qayıtmaq istəyirəm buradan back vasitəsilə. Neynəyəcəm back eləyəndə? Alt sola düyməsini klikləyəcəm. Bax, gəlirəm, alt sola düyməsini klikləyirəm. Nə oldu? Geri qayıtdı. Eyni şəkildə forward eləsəm, alt sağa düyməsi. Alt sağa düyməsi. Sonra refresh eləsəm F5-dir, adres bar. Adres bar yuxarı hissədir, buranı aktivləşdirir. Mən gəlirəm, indi F4 düyməsini klikləyirəm, baxın, yuxarı aktivləşmiş oldu. Sonra başqa nə qaldı? Back dedi, forward dedi, up-dakı ən, belə deyək də, yuxarı səviyyəli qovluğa keçid üçündür. Sonra refresh yeniləmək, F3-dəki search area. Baxın, bu search area hissəsini aktivləşdirir. Gələcəm, indi mən F3 düyməsini klikləyəcəm, avtomatik search hissəsi burada aktivləşmiş oldu. Gələn hissə comment bar, command bar. Command bar hissəsi bu hissədir. Əmrlər hissəsidir. Burada yerləşir new, cut, copy, rename. Burada past eləmək var, past əmri, sonra göndərmək, zibil qutusu, sort, yəni filtrləmək. Burada view hissəsi var, preview hissəsi var və s. Bunlar hamısı comment bara aid olan əmrlərdir. İndi baxın, burada da bizə həmin əmrlərin nə işə yaradığı verilmişdir. New yeni bir qovluq yaratmaq üçündür. Bəli, əgər biz buradan gəlsə New-ni klikləsək, burada yeni bir qovluq yarada bilərik. Qovluğu var, qısa yolu var, yeni sənədlər var, Word sənədi var, PDF sənədi var burada, Excel var, PowerPoint var, hamısını yaratmaq mümkündür. Bu hissələri təbii ki də oxuyacaqsınız. Niyə görə oxuyacaqsınız? Vardı proqramda hər biri.
Yazı oxu. Oxu. Gəldik sort. Sort filtrləməkdir. Nəyə görə filtrləmək olar? Ada görə filtrləmək olar. Tarixə görə filtrləmək olar. Tipə görə filtrləmək olar. Bir də burada mor yazılıbdır. Həmçinin yaranma tarixi var burada. Müəllif var, tag var, titel, başlıqlara görə də filtrləmək mümkündür. Müəllim, Gəlin, bir sual verə bilərəm. bəli, buyur. Filtrləmək üçün nə deməkdir ki? A-dan Z-ə, Z-dən A-ya sıralamaq. Ah, Kiçikdən bil. böyüyə, böyükdən kiçiyə. Bax, gəldim sort hissəsinə daxil oldum. Neyim? Ada görə sıralamaq var. Tarixinə görə sıralamaq var. Tipinə görə sıralamaq var. Bir də burada mor yazılıbdır. Morda həm ölçüsünə görə sıralaya bilirsən, yaranma tarixinə görə, sonra müəllifinə görə, kateqoriyasına görə, tags və titel. Taqlar və titullar, başlıqlara görə də sıralamaq mümkündür. Növbətə gəldik ascending, descending. Ascending və descending dediyimiz yadınızdadır, biz bunu sizdən Word-dən keçmişdik. Ascending kiçikdən böyüyədir. Kiçikdən böyüyə. Amma descending isə böyükdən kiçiyədir. Yəni azalandır. Ascending də artandır. Növbətə gəldik qruplaşdırmaq. Burada qrup var, by da var idi. Bəli, var. Gəlsək, daxil olsaq buradan sort hissəsinə. Burada qruplaşdırmaq var. Qruplaşdırmaq nəyə görə qruplaşdıra bilərsən yenə də? Ada, yaranma tarixi, tipinə, ölçüsünə görə və s. Bu barədə çox məlumat verilməyibdir. Sadəcə yazılıb ki, qruplaşdırmaq olar. Yəni, digər alt kateqoriyaları verilməmişdir. Növbətə gəlirəm, ən çox sevdiyim hissə view hissəsinə. View görünüşlərdir. Gəlin bu görünüşləri sizin üçün göstərək. Belə izah etmək sizə rahatdır uşaqlar. Kitabdan izah etmək, PDF-dən izah etmək. Yoxsa elə dərsi belə izah edeyim. PDF-siz. Sizə necə rahatsa elə eləyim. Uşaqlar, dərsi dinləyirsiniz. Kitabdan yaxşıdır. Belə də davam Bəli, edir. müəllimə. Nə də baxın. Belə qalsın mən, belə eləyim. PDF-dən rahat izah eləmək. Bəli. Yəni PDF-dən izah eləyə göstərirəm Bəli, ki, bəli. yanda bilin ki, söhbət nədən gedir. PDF-də oxuyasınız. Bəli. Normalda əslində bu PDF-dən izah olunmalı deyil, belə izah eləməliyəm də. Mən göstərməliyəm view-nun daxilində nələr var, burada nələr yerləşir, bunlar nə işə yarayır. Amma PDF-dən göstərirəm ki, sizin üçün daha rahat olsun. İmtahana da az qalıb, PDF oxuyanda qorxmayasınız. Deməyəsiniz ki, ay, bunlar nədir? Elə şey olmasın. Gəldim indi view hissəsinə. View hissəsində görünüşlərlə bağlıdır. İndi gəlin, burada bəzi görünüşlər üzərində dayanaq. Demək, görünüşlərə nələr aiddir? Large icons. İndi ekranımdakılar hamısı belə böyük formada göstərəcəkdir. Bax, belə böyük formada göstərilir. Large. Növbəti gəldi. Medium icons. Orta ölçüdə göstərəcək. Növbəti gəldi. Small icons. Small icons daha kiçik ölçüdə göstərəcək. Növbəti gəldi. List. Baxın uşaqlar, listdən small'un fərqi var. Listdən small'un fərqi budur ki, small'da sən kursoru yuxarıdan aşağıya doğru sürükləyirsən. Bax, yuxarıdan aşağı doğru sürükləyirsən. Bir də var ki, gəlsən listə daxil olsan, soldan sağa doğru sürükləyəcəksən. Bax, aşağıdadır, görürsünüz, bu kursor işarəsi aşağıdadır. Bax, görürsünüz, bunların fərqi budur. Bir daha bildirirəm. Sən small'da olanda kursorunu yuxarıdan aşağıya doğru sürükləyirsən. Amma sən gəlsən listə daxil olsan, bu zaman soldan sağa doğru sürükləyəcəksən. Gəldik details. Yalnız details görünüş rejimində sıralamaq var, filtrləmək var. Baxın, burada nəyə görə filtrləmək mümkündür? Ada görə, data modified, tarixinə görə, yaradılma tarixinə görə, tipinə görə, ölçüsünə görə. Bu yalnız və yalnız deməli, details görünüş rejimində var. Qalan heç bir görünüş rejimində sıralamaq, filtrləmək yoxdur. Yalnız details görünüş rejimindədir. Gəldim tiles. Tiles bu formadadır, yəni oxşuyur, belə deyək də, detailsə, amma detailsdən fərqli olaraq detailsdə bir-bir görsənir, amma tiles isə bu formada görsənir. Və gəldim contentə, content sanki Azərbaycan dili dəftəridir. Belə düz xətlər olur.
Və suallar buradan bizə necə düşür? Suallar bizə bu cür düşür. Buranın sənə pəncərə şəklini verir. Deyir ki, bu hansı görünüş rejimidir? Eyni bu şəkildə belə sənə pəncərə şəkli verir. Deyir, bu hansı görünüş rejimidir? Və yaxud da ki, detailsdən sual düşür. Deyir ki, details görünüş rejimində nəyə görə sıralamaq olar? Və yaxud da ki, bizə baxın, bu small icons pəncərənin belə şəklini verir sənə, deyir bu hansı görünüş rejimidir. Artıq sən kursorun işarəsindən biləcəksən ki, yuxarıdan aşağıya doğrudur deyə. Deməli, bu small görünüş rejimidir. Yaxşımı? Ümid edirəm, qarışdırmarıq. Burada da ki, yalnız detailsdə verilmişdir. Adına görə, son dəyişiklik tarixinə görə, tipinə görə, ölçüsünə görə sıralamaq mümkündür. Digərlərinin amma şəkilləri verməmişdi. Şəkillərini sizə göstərdim ki, yadınızdan çıxmasın. Gəldim sonra tiles verilib, content verilib, details pane. Details pane ilə preview pane nə deməkdir? Mən daxil olacağım view-ya. View-nun daxilində details pane. Hər hansı bir sənədi seçirəm və daxil oluram buradan details pane. Sağ hissədə mənə həmin sənəd haqqında detallı şəkildə məlumatlar verir. Baxın, bu sağ hissədə. Deyir, sənəd nə zaman yaradılmışdır, sənəd deməli, yolu necədir, sənədin tam yolu necədir, sonra nə zaman yaradılmışdır, müəllifi kimdir, kim tərəfindən yaradılmışdır, axırıncı sınıf üzərində nə zaman düzəlişlər edilmişdir və s. Yəni, bizə detallı şəkildə məlumatlar verir details pane-də. Bir də var preview pane. Preview pane isə sən sənədə girmədən ön baxış edə bilirsən. Bax, sənədə girməmiş mən sənədə daxil ola bilirəm preview pane vasitəsilə. Gözün sənədimiz açılsın, bu sağ hissədə açılmalıdır. Bəli, açıldı. Salam yazmışam, mənim adım Akifdir. Və yaxud da ki, bu sənədə daxil oluram, belə açır. Və yaxud da ki, verilənlər bazasının belə sənədinə daxil oluram, yox, buna daxil olmayaq, başqa şeyə daxil. Modelləşdirməyə daxil olaq. Baxın, görürsünüz, yəni sən sənədə daxil olmadan sənədin içini görə bilirsən. Belə. Bu da görünüş rejimi adlandı preview pane. Növbəti gəldim show hissəsinə. Show hissəsində var naviqasiya paneli, navigation pane. Bax, naviqasiya paneli dediyi o solda olan hissədir axı. Mən solda olan hissəni artıq ləğv etdim. Hardan? Showdan. Navigation pane yazılıbdır, bax. İndi əlavə etdim. Gəldim compact view. Compact view-da biraz daha sıx olacaq. Qoyun detailsə daxil olum. Daha sıx indi qovluqlarımız yerləşəcəkdir, bax. Daha biri sıx oldu. Fikir verin, daha sıx oldu hər biri. Növbəti, bunu ləğv eləyək, gözümüz alışmayıb hələ. Növbətə gəldi item checkboxes. Bu nə deməkdir? Uşaqlar, mən sənədləri belə gəlirəm, qarşıdan seçə bilirəm. Bax, buradan bunu seçdim, buradan bunu seçdim, buradan bunu seçdim. Bu qutunu görürsünüz də, böyük ehtimal ki. Bax, bu quş işarəsi olan qutu var. Bax, bu qutu. Bax, gəldim, bunu seçdim, düzdürmü? İndi mən bunu ləğv edəcəm. Hardan ləğv edəcəm? Daxil olacam view-ya, show hissəsindən item checkboxes-ı bağlayacam. Artıq bax, yoxdur həmin qutu. Yoxdur. Onu yenidən əlavə etmək üçün yenidən item checkboxes hissəsində daxil olursunuz, yenidən o qutunu daxil edirsiniz. Gəldim indi file name extensions. File name extensions faylların genişlənməsini, tipini göstərmək üçündür. Extensions ümumiyyətlə genişlənmə deməkdir, tip deməkdir. Növbəti hidden icons isə belə gizlədir. Yəni siz sənədlərinizi gizlətmək üçündür. Hidden items. Bir dənə sənədi götürək. Onu highlight edək. Bir də var selected items. O görək o haqda məlumat verirsə çox gözəl olar. O barədə yox, məlumat verilməyib. Yəqin ki, çıxarılıbdır artıq. Super. Deməli, gizli obyektlərin görünüb görünməməsini təyin edir. Bunlar haqqında da danışdıq. Növbəti gəldi. File Explorer'da bu hissə. Nələr var? Pin to quick access. Pin to quick access bu sol hissəyə pinləyir. İndi gəlin mən buradan bir sənəd seçim. İnformatika sənədini seçirəm və gəlirəm. Pin to quick access edirəm.
Normalda göstərməlidir, amma göstərmir. Bəlkə sənədə artıq silmişik ona görə. Paint to quick access sol hissəyi pinləməkdir. Növbəti gəldi select all. Select all bütün sənədləri seçmək üçündür. Həmçinin klaviatura düyməsi Ctrl A-dır. Növbəti gəldi select none. Select none heç birini seçmir. Bir də var inverse selection. Bəs inverse selection nədir? Mən ekranda bir neçə dənə sənəd seçirim. Bir neçə dənə bax, ay, itirdik. Deməli, bunu seçim, bunu seçim, bunu seçim. Bax, aşağıda nə yazılıbdır? Yazılıb ki, aşağıda. 140-dan 5-i seçilibdir. 5 item selected, seçilibdir. İndi mən inverse selection edəcəm. Inverse selection seçilmişlərlə seçilməmişlərin yerini dəyişir. Bax, inverse selection 5 dənəsini seçmişəm də, düzdürmü? İndi onlar seçilməyəcək. Gördünüz? Digərləri seçiləcək, həmin o 5 dənəsi seçilməyəcək. Bu da inverse selection. Və aşağı sırada yazacaq ki, artıq sən 135 dənəsini seçdin. Bayaqları biz deməli 5 dənəsini seçmişdik. İndi inverse selection'dan sonra 135 seçilmiş oldu. Həmin o 5 dənəsi seçilməmiş oldu. Sonra compress to zip file var burada. Compress to zip file nədir? Zip arxivləşdirməkdir. Compress arxivləşdirməkdir. Biz sənədimizi buradan arxivləşdirə bilərik. O da burada olmalıdır. Sənədimizi seçək və gələk bu hissəyə. Compress to zip file, bəli, buradadır. Növbəti add to favorites, favoritləri əkləmək, copy paste. Copy paste failin yolunu kopyalamaqdır. Bir var, daxil olaq bir dənə sənədə, bu sənədə. Gəlirəm, failin yolunu kopyalayıram, copy paste. Və boş bir sənədə daxil oluram, elə Word sənədində daxil oluram. Ctrl və klaviatura düyməsi ilə mən həmin sənədin tam yolunu kopyalamış oluram. Biz sizdən keçmişdik copy paste, ümumən failin tam yolunu kopyalamaqdır. Copy paste. Və klaviatura düyməsi də Ctrl Shift C düyməsi idi. Sonra properties sənəd haqqında özəllikləri bizim üçün bildirir. Mənim bu seçdiyim sənədin özəlliklərini bizə göstərir. Bir də var options. Optionslara daxil olduqda bizi 3 dənə tab qarşılayır. Bunlar General, View və Search-dür. Kitabda bir səhifəlik məlumatdır. Belə bir səhifəlik məlumatdır burada verilmişdir, folder optionslar. Bu hissəni özünüz oxuyarsınız. Yazıram oxu. Bircə dənə bir səhifəlik belə bir məlumatdır. Ki, General Əzbərləmək vacibdir bu bütün sözləri. oxu ki, məlumatınız olsun. Nə var ki, bunlar hamısı tərcümə iləndir. Bax, gör nə yazılıbdır. Yazıb ki, open each folder in the same windows. Qovluqları eyni pəncərədə aç. Parametrin seçilməsi iç-içə yerləşmiş qovluqların açılması zamanı bir pəncərədə əks olunmasını təmin edir. Tərcümə ilə belə tapmaq olur. Sonra deyir ki, open each folder in its own window. Yəni, hər qovluğu ayrı pəncərədə aç. İç-içə yerləşmiş qovluqların ayrı pəncərələrdə açılmasını təmin edir. Sonra single click to open item. Elementi bir dənə kliklə açmaq mümkündür. Biz normalda 2 dəfə vururuq da sənəd açmaq üçün, düzdür? Amma onu bir dəfə də vurmaqla açmaq mümkündür. Biz double-dan edirik normalda. Sənədi 2 dəfə vururuq, həmin sənədi açırıq. Bax bu şəkildə. Mənim ekranımı görəm, kim bu günə qoydu? Sonra gəldi indi status bar. Status bar haqqında danışmışdıq. Aşağı sizədir. Növbəti type key rejimidir, açar rejimidir. Alt və yaxud da ki, FN düymələr vasitəsilə etmək mümkündür. Burada qısa yolları adətən göstərir. Type key. Bax, alt düyməsini bizə dəfə klikləyirsən, belə əslində qısa yollar görsənməlidir. Bax, belə. Açar rejim adlanır bu rejim.
Sonra libraries, kitabxanalar. Kitabxanalar hissəsində documents, music, pictures, videolar yerləşir. Daxil olub File Explorer-ya. Burada nələr var? Documentslər, downloadslar, music, videolar var. Və pictureslər. Bunlar hamısı kitabxanalara aiddir. İndi isə baxaq qovluqlar və fayllar üzərində əməliyyatlara. Mübadilə bufer anlayışı var. Mübadilə buferinin klaviatura düyməsi WinV düymələridir. Biz indi hal-hazırda WinV düymələrini klikləsək, mübadilə buferini girmiş olacaq və o da adlanır clipboard. Və burada OLA texnologiyası anlayışı var. OLA texnologiyası. OLA texnologiyası bir tətbiqi proqram paketi obyektinin digərinə əlavə olunmasına ibarətdir. Biz bildirmişdik ki, OLA texnologiyası bir proqramın daxilində başqa bir proqramla işləmək üçündür. Mübadilə buferinin əmrləri var. Mübadilə bufer yaddaşdır. Əmrləri cut, copy, paste. Cut Ctrl X-dir, copy Ctrl C-dir, pastacı Ctrl V-dir. Comment bar. Comment bar hissəsində komanda paneli. Yuxarı hissədir və burada cut copy'nin mənalarını veriblər. Bu cut'dır, bu daha doğrusu copy'dir. Bu isə cut'dır. Sonra görək başqa nə var? Hə. Pass shortcut əmri yalnız copy əmrindən sonra aktiv olur. Mübadilə buferində yalnız bir obyekt yerləşə bilər. Cut əmrindən sonra isə yalnız bir dəfə. Bəli. Biz normalda Word-də öyrənmişdik ki, Word-də. Biz bunu cut eləsək Ctrl X-dan istənilən sayda yapışdıra bilirik. Amma ki, bu File Explorer-da belə deyil. Biz əgər sənədimizi bir dəfə cut eləsək, yəni bir dəfə cut elədim, kəsdim, düzdürmü? Onu mən yalnız sadəcə bircə dəfə başqa yerə yapışdıra bilərəm. Bir neçə dəfə yapışdırmaq olmur. Amma copy-də mübadilə buferinə silinənə qədər yapışdıra bilərsən. Bax, yazıb ki, copy əmri yalnız copy əmrindən sonra aktiv olur. Mübadilə buferində yalnız bir obyekt yerləşə bilər. Copy əmrindən sonra obyektin mübadilə buferinə silinədək istənilən sayda yapışdırmaq olar. Bax, istənilən sayda yazıbdır. Amma cut isə sən yalnız bir dəfə yapışdıra bilərsən. Bu onların fərqidir. Fərq budur ki, copy-də sən mübadilə buferinə silinənə qədər yapışdırarsan, amma cut isə yalnız bir dəfə yapışdırmaq olar. Windows 11 əməliyyat sistemində kontekst menyular. Biz sizdən kontekst menyular haqqında danışmışdıq ilk dərsimizdə. Bunu mən əyani şəkildə sizə göstərmişdim. Nələri göstərmişdik? İş masasının kontekst menyusu mouse'un sağ düyməsini bir dəfə klikləməklə açılan menyudur. Həmçinin biz sizdən taskbarın kontekst menyusunu keçmişdik buradan. Həmçinin də biz sizdən fayl və yaxud da ki, qovluğun kontekst menyusu barəsində danışmışdıq. Burada isə ətraflı məlumat yazıblar. Windows 11-də 2 səviyyəli sağ klik menüsü sistemə keçmişdir. Yalnız ən çox istifadə olunan əmrlər yanında ikonlar olur. Digər istifadə olunan daha çox seçim Show More Optionslar olur. Bəli. Nə üçün? Çünki daxil olsaq, burada həmişə Show More Optionslar yazır. Eyni şəkildə fayl və yaxud da ki, qovluğun kontekst menüsünə daxil olduqda burada Show More Options yazır. Yəni, sənin ən çox istifadə etdiyin bu əmrlərdir. Əlavə də olaraq əmrlərdən istifadə istəyirsənsə, Show More Options'a daxil olursan. Ona görə o barədə məlumat veriblər bizə. Sonra, bu köhnə klassik menü yazıblar. Əvvəllər nə ilə girmək olardı? Onlar barəsində lazım deyil olar. Gəldik faylın kontekst menüsü. Faylın kontekst menüsünə daxil olaq ilk öncə. Ekranda bir dənə fayl götürək. Bu mənim boş bir sənədimdir. Daxil olacağım indi kontekst menüsünə, mouse'un sağ düyməsindən. Bəlkə bir dənə boşunu yaradaq. Boş yaradaq ki, onunla işləmək daha rahat olsun. Aha. Baxın, burada cut var yuxarıda. Copy, rename və delete.
Bir dənə şeir məndə yoxdur niyəsə. Paylaşmaq yoxdur. Buradan bak katdır, copy'dir, rename'dir, delete'dir. Sonra deyir burada nə edə bilərsən? Open, başqa görək nələr var, yoxdur. Hə. Kontekst menüsündə yerləşir. Open, open with. Gəl buradan açaq. Yox, burada da yoxdur. Word sənədi yaradaq görək. Burada Word sənədi yaradıblar. Hə, indi gəldi. Word sənədində gəlir, adi qovluqda gəlmir. Hə, adi qovluqda gəlmir, amma Word sənədində gəldi. Burada artıq şeir də var. Hə. Deyir, open. Girmək Word-ə. Open with. Nə ilə girmək istəyirsən? Send my phone. Telefona göndərmək. Share with. Paylaşmaq. Kimlərləsə paylaşmaq. Add to favorites. Favoritlərə ekləmək. Compress to. Compress arxivləşdirmək, sıxmaq deməkdir. Nələrdə sıxa bilərsən? Zip faylında, tar faylında, 7-zipdə. Copy as pass. Bayaqları mən sizə bildirdim. Copy as pass faylın tam yolunu kopyalamaqdır. Klaviatura düyməsi Ctrl-Shift-C-dir. New yeni bir qovluq, qısa yol yaratmaqdır. Properties özellikləridir. Klaviatura düyməsi Alt-Enter düyməsidir. Sonra WinRAR proqramı burada var. WinRAR proqramına deyir əlavə edə bilərsən. Sonra gəlir Show More Options. Show More Optionslara daxil olanda da burada Edit'dir, New'dur, Print'dir. Sonra Share'də yenə bayaq dediyimiz kimi Send to. Send to qurğuya göndərmək üçündür. Amma Share isə insanlarla paylaşmaq üçündür. Send to da hər hansı bir qurğuya göndərir. Biz həmçinin Send to vasitəsilə iş masasında həmin sənədin qısa yolunu yarada bilərik. Burada yazıbdır Create Shortcut. Növbəti cut copy bildiyimiz əmrlərdir. Create shortcut qısa yolunu yenidən yaratmaq üçündür. Delete, silir, rename adını dəyişir, properties özəlliklərdir. Özəlliklərinə daxil olsaq, biz həmçinin sənədin görünüşünü belə dəyişə bilərik. Gəlin, bir qovluğun görünüşünü dəyişək. Nə işarəsi qoyaq? Qoy fərqli bir şey qoyaq ki, yadda qalan olsun. Bu nədir belə? Bunu qoyaq görək. Okey və okey. Qovluğumuz altı oldu bu cür. Yəni dəyişmək mümkündür həmçinin ikonunda. Burada da həmin məlumatlar barəsində veriblər. Oxumaq lazımdır. Növbəti bu hissə barəsində danışdıq. Bu hissə barəsində belə danışdıq. İndi Recycle Bin-in propertiesine daxil olaq. Bu Recycle Bin-dir. Kontekst menüsünə daxil oluruq. Properties, özəlliklər. Recycle Bin-in, yəni zibil qutusunun özünün özəllikləri vardır. Burada da verilmişdir həmin özəlliklər barəsində məlumatlar. Oxumaq lazımdır. Növbəti gəldi iş masasının kontekst menüsü. Uşaqlar, iş masasının kontekst menüsü yadınızda qalıbdır. Hardan yadınızda qalacaq? Stalışın salatdan sonra yaddan çıxır. Gəldik view hissəsinə. View hissəsində var idi Merge Icons. Ekrandakı piktogramlar daha böyük görsənirdi. Növbəti gəlirdi Medium Icons, belə orta formada görsənirdi. Növbəti gəlirdi Small Icons. Small Icons daha kiçik ölçüdə görsənir. Gəldik Auto Arrange Icons. Auto Arrange Icons isə sabitləməkdir. Bax, mən bir də sənədin yerini qəşəngcə dəyişə bilirəm. Düzdür, bax, belə eləyirəm, bunu bura gətirirəm, dəyişirəm. Amma gəlsəm, mən buradan Auto Arrange Icons-ı klikləsəm, bu zaman artıq yerini dəyişmək mümkün olmayacaq. Bax, dəyişə bilmirəm. Dəyişə bilmirəm. Sanki yerinə sabitlənir, qalır. Dəyişə bilmirəm. Amma gəlsəm, yenidən buradan Auto Arrange Icons əmrini yenidən klikləsəm, artıq yerini dəyişə biləcəm. Bu arada bunu da sizə bildirim ki, mən sadəcə bunu yuxarı və aşağı, sağa sola edə bilərəm. Necə? Bax, bunu seçdim, tax ki, qaldırdım yuxarıya, yuxarıda bir ağ çizgili hissə yaranır. Bax, yerini dəyişdim. Bax, qaldırdım, o ağ çizgi yaranandan sonra yerini dəyişdim. Qaldırdım, ağ çizgi yaradandan sonra yerini dəyişdim. Bu halda yer dəyişmək mümkündür.
Növbəti əmr Align Icons to Grid əmridir. Align Icons to Grid tor xəttləri üzərində səliqəli düzməkdir. Mən hal-hazırda gəlirəm çox səliqəsiz formada, bax belə bunları yan bayına düzürəm. Çox səliqəsiz formada, bax belə düzdüm, düzdür. Gəlirəm indi mən View-dan Align Icons to Grid edəsəm, tor xəttləri üzərində səliqəli düzəcək. Səliqəli artıq düzüldü. Gəldi Show Desktop Icons, ekrandakı bütün piktoqramları görünüb, daha doğrusu görsənməməsi üçündür. Sort by, bu da sıralamaqdır. Daha çox ümumiyyətlə sıralamalar nəyə uyğun olur? Ada görə, ölçüyə görə, tipinə görə, yaradılma tarixinə görə. Bunlara görə sıralama olur. Refresh yeniləməkdir. Ctrl-Z geri qaytarmaqdır. New hissəsindən biz gəlirik buradan faillər, qovluqlar, yeni sənədlər yaradırıq. Display Settings, Display Settings-də bizə düşərdir uşaq. Görək burada Display Settings haqqında məlumat olsa nə gözəl. Bu barədə, sabah Display haqqında, super. Display Settings. Display Settings ayarlardır. Biz buradan nələrə görə bilərik? Brightness şıxlıqdır. Təbii ki də bilirsiniz də bu nə deməkdir. Belə ekran görüntüsünü bəlkə görürsünüz, görmürsünüz, bilmirəm. Azaldır, artırır. Sonra burada var Color, profil lazım deyil, Scale. Scale nədir? Scale, indi bir dənə diqqət eləyin mənim ekranıma, görün necə balaca olacaq. Bax, belə bir görünüşdür scale. Sanki zoomdur da budur. Ekranı daha böyük ölçüdə, kiçik ölçüdə göstərir. 300. Bax, 300 qoysam daha böyük olacaq. Gözü zəif olanlar, gözündə mənfi olanlar bundan istifadə edilsə daha yaxşı olar. Sonra növbəti görək nələr haqqında məlumat verilmişdir. Bəli, bu Display Resolution. Piksellər. Ekranımızda olan piksellərdir. Pikselləri belə göstərir. Display Orientation. Bunu mən eləsəm, error verəcək bura. Portret eləsəm, biri sola doğru düzəldirəcək. Bir dənə diqqət edin. Tərsin oldu. Revert edirəm ki, əvvələ qayıtsın. Multiple Displays-də bir neçə dənə monitorun bir ekranda göstərilməsi üçündür. İnşallah ki, bunlar haqqında məlumatlar əla, super verilibdir. Brightness haqqında danışdıq. Scale, Display Resolution, Display Orientation, Multiple Display. Bir neçə monitorun qoşulma parametrlərini nizamlayır. Növbəti gəldi Advanced Display. Ətraflı ekran parametrləri haqqında məlumatlar verir. Burada da nələr vardır? Rəng dərinliyi, yenilənmə sürəti, ekranın cari çözünürlüyü, ekran haqqında məlumatları bizə verir. Və Graphics. Qrafik haqqında məlumatlar vardır. Baxaq, qrafik haqqında məlumatlar, bəli, var. Bu hissədə qrafik haqqında məlumatlar. Personal şəxsləşdirmək deməkdir. Daxil olaq şəxsləşdirək. Böyük ehtimal ki, background-la bağlıdır. Çünki Windows 10-la bu hissəsi eynidir. Background, yəni arxa fona şəkil qoymaq. Burada verilmişdir birinci, ilk öncə background. Background daxil olduqda bizi qarşılayır bu fill, fit, stretch, tile, center və span. Bunlar nəyi bildirir? Yəni, choose a fit əmrini seçdikdə bunlar bizi qarşılayır. Arxa fona qoyduğumuz şəklin nə formada düzülüşüdür? Hal-hazırda mənim şəklim arxa fonda bu cürdür. Gələcəm center'ı klikləsəm, buradan center. Biraz qabağa gəldi şəkil. Mərkəzə gəldi. Arxa fon şəklinin dizayn ilə bağlıdır. Fil eləsəm, bayaq kimi olacaq. Yəni, üzərində çox durmaq istəmirəm. Bunları oxumaq kifayətdir ki,
Məlumatınız olsun. Fit. Şəkil ekranın şaquli sərhədlərinə qədər dartır. Stretch. Şəklin kənarları kəsilmədən ekran kənarlarına qədər dartılır. Tile. Şəkil bütün ekran üzrə çoxaldılır. Center. Şəklin ölçüləri dəyişmədən ekranın mərkəzinə yerləşdirilir. Span. Çox monitorlu rejimdə aktiv olunur. Colors'dakı rəngdir, temalarda dinamik light'dakı işıq effektləri verir. Bu hissələrdəki oxumağınız kifayətdir. Gəldim indi isə Windows deməli 11-də Settings pəncərəsi, ayarlar pəncərəsi. Ayarlar pəncərəsinə daxil olduqda bizi sol hissədə qarşılayır. Home, System, Bluetooth device, Network, Internet, Personalization, Apps, Accounts, Time, Language, Gaming, Accessibility, Privacy, Security, Windows Update. Bunlar bizi hamısı sol hissədə qarşılayır. Hər bir haqqında da məlumatlar verilmişdir. Gəldik standart proqramlar. Standart proqramlar əməliyyat sisteminin üzərində gələn proqramlardır. Bunlar da bir neçə hissədən ibarətdir. Accessibility proqramları var. Bu proqramlara aiddir. Live Captions, Magnifier ən çox istifadə etdiyim bu standart proqramdır. Yaxınlaşdırma proqramıdır. Narrator. Narrator qulaqçıqlar, səs kartı olduğu müddətdə görmə qabiliyyəti olmayan insanın bu cür kompüterə yaxınlaşmasını və dərhal ondan biraz istifadə etməsinə imkan verən proqramdır. On-screen keyboard. Bundan da bəli istifadə edirəm mən. Ənənəvi klaviaturadan istifadə etməyən insanlar üçün ekranda virtual klaviaturanı aktivləşdirir. On-screen keyboard. Bunu da sizin üçün göstərə bilərəm. On-screen keyboard. Belə bir klaviaturadır. Standart proqramdır bu da. Voice Access. Bu da səs əmrlərinin masaüstü istifadəçi interfeysini idarə etməsini təmin edən NICT tanınması proqramıdır. Növbəti var digər standart proqramlara aiddir. Calculator, kamera, Outlook, File Explorer, Quick Access, Media Player və s. Bunlar hamısı barəsində məlumatımız olmalıdır. Notepad proqramı. Notepad proqramının genişləməsi tıxıtı olur. ASCII kodları üzərində işləyir və formatlama saxlamır. Paint proqramı ən sadə qrafik redaktordur. Genişlənməsi PNG-dir. Burada müxtəlif genişlənmələr var ki, qrafik genişlənmələrə aiddir. Və artıq Paint proqramının belə deyək, miqyası olmuşdur 15 ilə 800 arası. Foto standart proqramdır, Snipping Tool standart proqramdır, Stick Note standart proqramdır, Weather standart proqramdır. Növbəti isə gəldi Windows Tools. Windows alətləri qovluğu mövcuddur və Windows alətlər qovluğuna aid olan proqramların isə hamısı bunlardır. Və deyirsiniz ki, bunların hamısını bilməliyikmi? Yazıram, bəli, bilməlisiniz. Bəli, bilməlisiniz. Control Panel ən çox istifadə edilən proqramlardan biri və növbətə gəldi Command Prompt. Command Promptda normalda proqramistlər işləyirlər, burada kod yazırlar. Command Prompt proqramında. Belə bir proqramdır, standart proqramdır bu da. Yazıb ki, Windows 11 əməliyyat sistemində MS-DOS əməliyyat sisteminin pəncərəsini təmin edir, əmrli interfeys vasitəsilə kompüteri idarə etmək üçündür. Gəlin indi isə daxil olaq idarəetmə panelinə. İdarəetmə paneli bu proqramdır. Sistem qovluqlarına aid olan proqramdır. Kompüterin bütün işini idarə edən proqramdır. Görünüşləri var. Large icons daha böyük ölçüdə göstərir. Növbəti gəldi small icons daha kiçik ölçüdə göstərir. Və növbətdə kateqori. Yəni kateqori ən əsas görünüşüdür. Large icons da small icons da daxil olmaqla 2 dənə də əlavə görünüş rejimi vardır. İdarəetmə paneli kompüterin bütün sazlanma əməliyyatını, idarə edilməsi əməliyyatların hamısını yerinə yetirir. İdarəetmə panelinə aiddir System Security, Network Internet, Hardware Sound, Programs, User Account, Appearance Personalization, Clock Region, Ease of Access. Bunların da hər birinin özellikləri vardır. Daxil olaq PDF-imizə görə başqa nələrimiz qaldı? Baxın, yazıblar. İdarəetmə panelinin barəsində System and Security, sistem və təhlükəsizlik barəsindədir. Burada həmçinin backup da utility vardır. Həmçinin restore utility vardır. Daxil olaq idarəetmə panelində bunu görə bilərik. Sistem və security'nin üzərinə daxil olduqda burada vardır
Hanı. Backup and restore utility, bəli, Windows 7-də. Sonra sistemdir, power options, bateriya sağlığıdır, storage space, yaddaşıdır, file history, faylların tarixi barəsindədir. Network internet, şəbəkə və internetlə bağlıdır. Hardware sound qurğularla bağlıdır, hansı qurğular qoşulmuşdur. Daxil olacağım mən indi idarəetmə panelinə və buradan hardware sound'a daxil olaq. Device and printers. Bizə qoşulan qurğular, printerlər, onları göstərir. İlk dəfədir ki, Windows 11-in yuxarı hissəsi belə göstərdi. Proqramlar, bütün işlənən proqramlar, user account istifadəçi hesabıdır. Biz buradan, bu da düşən sualdır uşaqlar. Windows 10-dan düşürdü, qoy bunu da deyim. İdarəetmə panelimiz hardaydı? İtirdik idarəetmə panelini. User account. Bura daxil olduqda biz nə idarə edə bilərik? Ümumən profilimizi, yəni accountumuzu idarə edə bilərik. Başqa istifadəçi hesabı əlavə edə bilərik. Bir də ki, change user account control settings, manage another control settings, change your account tab. Yəni, öz istifadəçi hesabını dəyişə bilərsən, idarə edə bilərsən. Bir də ki, başqa istifadəçi hesabını idarə edə bilərsən. Görək, indi bizim bu Windows 11-imizdə ona nə veriblər? Yazıb ki, istifadəçi hesabının adını, tipini dəyişmək, həmçinin istifadəçi hesablarının idarə olunması bağlı əməliyyatları icra etmək mümkündür. Növbəti gəldi Appearance and Personalization. Appearance and Personalization hissəsində isə özəlləşdirmədir. Burada biz simgələri, atlasları, şriftləri özəlləşdirə bilərik. Daha çox düşən burada şriftlər olub indiyənə qədər. Şriftlərdə bağlı olubdur. Şriftlər. Çox düşüb bu sual. Clock and region, tarix zamanı, use of access-dəki məhdudiyyəti olan şəxslərin istifadəsi üçün istifadə olunan bir əmrdir. Və yazılmışdır ki, view by hissəsində 3 dənə görünüş rejimi var. Kateqoriya, large icons, small icons. Və gəldim indisə bu utilitlər və standart proqramlar olan proqramlara. Bu hissəyə yazıram əzbər. Bu proqramların adı bizə çox düşür, həddindən artıq. Və bu proqramlara administrative tools proqramları da deyirlər. Standart proqramlar olaraq. Çox düşür. Task Scheduler proqramı var. Ən çox düşənlərdən biri də Resource Monitordur, bir də Task Scheduler'dır. Bunları da göstərək. Task Scheduler proqramı bu cür proqramda sən tapşırıq verirsən, öncədən tapşırıq verirsən, sistemin yenidə yüklənməsi və başqa əməliyyatları həyata keçirir bu proqram. Task Scheduler standart proqramdır. Bir də var Resource Monitor. Bu proqramı görsəz ürəyiniz gedəcək də yəni. Çox qəşəng proqramdır. Sanki insan nəbzi kimi döyünür. Prosesoru, RAM-ı, şəbəkəni və bir də nə qaldı? Prosesor, RAM, şəbəkə, bir də disk. Bu saat kompüterimdə baş verən proseslər damısı. Görürsünüz də yəqin ki. Prosesor, disk, hal-hazırda cari kompüterimdə baş verən bütün prosesləri analiz edir. Bu da Resource Monitor proqramıdır. Yazır ki, mikroprosesor, yaddaş, disk və şəbəkə fəaliyyətləri ilə bağlı tənzimləmələri idarə edir. Növbəti Task Manager. Task Managerin biz keçən dərsdə klaviatura düymələrini öyrənmişdik. Ctrl, Shift, Escape və yaxud da ki, Ctrl, Delete vasitəsilə biz Task Managerə daxil ola bilərik. Bundan əlavə, RAM proqram pəncərəsində Task Manager.exe yazmaqla da mümkündür bunu etmək. Daxil olaq RAM. Görək, burada RAM var, bəli. RAM. Burada yaza bilərik ki, Task Manager.exe avtomatik olaraq Task Managerə daxil olmuş olacaqdır. İndi gəldik əlavə məlumatlar.
Əlavə məlumatlarımız Clipboard-dır. Clipboard mübadilə buferidir. Dəfələrlə danışmışıq, yenə danışaq ki, imtahana qədər yadımızdan çıxmasın. Mübadilə buferində bizim bütün kəsdiklərimiz, kopyaladıqlarımız elementlər daxil olur. Mübadilə buferində girmək üçün klaviatura düyməsi Win-V düyməsidir. Və başqa nə qaldı görək? Mübadilə buferindən məlumat silinənə qədər həm copy, həm də cut eləmək mümkündür tətbiqi proqramlarda. Amma File Explorer isə yalnız cut-ı sən bircə dəfə yapışdıra bilərsən, copy-ni isə mübadilə buferindən silinənə qədər yapışdıra bilərsən. Gəldik drag and drop. Drag and drop-u demişəm, yenə də deyəcəm, imtahana qədər deyəcəm. Sürükləyib atmaqdır. Tutaq ki, WhatsApp-a daxil oluram. Mən görək burada elə əsas məlumatlar qrupuna daxil olduq. Tutaq ki, mən gəlirəm bura bir sənəd atıram. Hardan sənəd ataq, buradan sənəd ataq. Gəlirəm buradan informatika qəbullar qovluğunu seçirəm, bu şəkildə atıram. Bax, bu drag and drop texnologiyasıdır. Bax, belə. Nə oldu? Tutdum, sürüklədim, atdım. Bax, gəlirəm, bunu belə sola doğru, bax, bura yazıb drag file here. Nə deməkdir? Yəni, tutub sürükləyib atmaq. Drag and drop texnologiyasının klaviatura düyməsi var. Bu control düyməsidir. Tutub sürükləyib atmaqdır. Alt düyməsi və yaxud da ki, control shift düymələri vasitəsilə də etmək mümkündür. Plug and play texnologiyası. Bu adətən avtosazlanmanı həyata keçirir. Yəni, bu xarici qurğularla bağlı olan, ikinci bölməmizlə bağlı olan bir dərslərlə bağlıdır. Avto yüklənməsi, avtosazlanması texnologiyasıdır. O da texnologiyasını bilməsəniz, məncə, necə deyərlər, gedin, heç nə eləməyin özünüzə yazıqsınız. O da texnologiyası. Sonra multimedia anlayışı 2 dənə sözdən ibarətdir. Multi, bir də media sözlərindən əmələ gəlmişdir. Multimediyanın aparat vasitələrinə aiddir qrafik adapterlər, monitorlar, video adapterlər, səs kartları, disk sürücüləri. Bundan əlavə olaraq da proqram vasitələrinə aiddir qrafik redaktorlar, video təsvirlərin redaktorları, səs məlumatlarını yaradan və redakt edən redaktorlar. İndi gəldi ekranın təsvirini almaq, yəni screenshot. Screenshot düymələri fərqlidir. Print screen eləyəndə ekranı sadəcə mübadilə buferinə yerləşdirir. Alt print screen eləyəndə isə cari pəncərənin qrafik sürətini mübadilə buferinə yerləşdirir. Bir də var Windows 11 əməliyyat sistemində Snipping Tool. Ən çox sevdiyim proqramlardan biridir bu da. Hər zaman Snipping Tool yazıram, daxil oluram və nəyəsə şəklini new hissəsində belə kəsirəm, yerləşdirirəm Snipping Tool'da onun üzərində işləyirəm. Snipping Tool proqramı da standart proqramdır. Və mübadilə buferindən də burada istifadə olunur. Virtual yaddaş barəsində biz sizdən 5-ci bölmədə danışmışdıq əməliyyat sistemləri bölməsində. Əməliyyat yaddaş və sərt diskdə müvəqqəti saxlanılan sahəni qarşılıqlı əlaqələndirmək üçün istifadə olunan bir yaddaşdır. İndi isə gəldik axırıncı səhifəmizə. Axırıncı səhifəmizdə qəşəngcə klaviatura düymələri var. Bu klaviatura düymələri nə etmək lazımdır? Əzbərləmək lazımdır. F1, F2, F3, F4, F5. Bunu əzəldən bilirik. Ctrl-C, Ctrl-X, Ctrl-V-ni bilməyən geçsin özünə heç nə eləməsin. Ctrl-Shift-Escape, Ctrl-Alt-Delete, Task Manager. Ctrl-Shift-dən yeni qovluq yaradır. Ctrl-D silir obyekti. Ctrl-Mouse'un sol düyməsi yerini dəyişdirir. Shift-Delete. Bir var delete, bir də var shift delete. Bunu da yazdırmışdım. Delete eləyəndə recycle buna düşür. Shift delete eləyəndə isə zibil qutusuna düşmədən bir dəfəlik silir. Ctrl-Z, Ctrl-Y, Ctrl-A bunları bilirik. Alt-Tab düyməsi. Alt-Tab düyməsi, baxın uşaqlar budur. Alt-Tab. Baxın, bu da Alt-Tab düyməsi. Növbəti gəldik, Ctrl-Alt-Tab. Aktiv pəncərələr açıq şəkildə qalır, hər hansı biri seçilənədək. Bu da bəli, nədir? Bir var Alt-Tabı kliklədikdə, mən əlimə altdan çəkməmiş, bu birindən o birinə keçid eləyir. Bax, hal-hazırda əlim altdadır. Amma mən alt düyməsini çəksəm, avtomatik olaraq sənədə keçid eləyir. Bir də var ki, əlini heç bir düyməyə sıxmaq istəmirsən,
Ctrl tabı klikləyirsən, heç bir düyməni sonradan sıxmırsan. Rahat şəkildə ürəyin istədiyinə keçə bilərsən. Shift sağa, Shift sola düyməsi bir obyekt sağa, sola keçməyə imkan verir. Shift F10. Bu da qəşəng klaviatura düyməsidir. Seçilmiş obyektin kontekst menüsünü açır. Alt Shift və yaxud da ki Win Space Bar klaviatura dilini dəyişmək üçündür. Baxın, bu dilləri dəyişmək üçündür. Win L lock rejiminə keçirir. Win P proyektorun idarə olunmasıdır. Win M və yaxud da ki Win D tüm pəncərələri tapşırıqlar panelinə yığır. Mən Win D-ni istifadə edəcəm. Baxın, tapşırıqlar panelinə yığdı. Yenidən klikləyirəm, tapşırıqlar panelindən həmin pəncərəni açdı. Win Y File Explorer açır. Win F deməli feedbackdir. Win C Caplot. Caplot proqramı uşaqlar. Caplot suni intellekti. Məndə yoxdur. Təəssüf ki, Caplot. Məndə yoxdur. Yüklənməyibdir Caplot. Suni intellekt proqramıdır. Əvvəl Cortana idi Windows 10-da. İndi artıq olubdu Caplot. Windows və mübaliğə ferini açır. Win A düyməsi Quick Settings. Win N, Win W, Win Z, Win R. Sonra Win Home, Win Up, Win Down. Win sağa düyməsi, sola düyməsi. Ctrl Escape Win düyməsi. Win X, Win Tab, Win Ctrl D. Ctrl Win F4, Win Ctrl sağa, Win Ctrl sola düymələri də hər birini oxuyamalısınız. Bunlar üzərində duraram, sadəcə siz oxusanız daha gözəl olar. Belə, 21 səhifəlik bir dərs idi uşaqlar. Ümid edirəm, oxuyanla sıxılmazsınız. Gəlin testlərinə baxaq görək, testlər necədir. Uşaqlar, buradasınız da, yatmamısınız hələ. Bəli, müəllim, Buradayım. buradayıq. Bəli, mənim. Səsimizdən yorğunluq gəlir. Bəli, müəllim. Uşaqlar, bunların testləri də maraqlıdır. Nə üçün deyirəm? Çünki. Belə testlərini bunun. Elə birinci sualı bax, bilirəm ki, gəlib yazamayıb gələcəksiniz. Çünki bu kitabda verilməyibdir, bu tətbiqi bir sualdır. Aşağıda göstərilmiş pəncərə nə zaman ekrana çıxar? Deyir, bu hissəsini oxuyuram, problem with shortcut. Bəli, doğrudur, bir də olacaq A variant. Qısa yolun istinad etdiyi obyekt yerini zibil qutusuna dəyişdirdi. Nə üçün? Gəlin, mən bunu sizə ayağını şəkildə göstərim. Bax, bu mənim yeni sənədimdir. Düzdür? Mən bunun gəlirəm, qısa yolunu yaradıram. Qısa yolunu yaratmağı bilirik də. Ya, Ctrl Shift-dən yarada bilərik. Ya, dediyimiz kimi Ctrl Shift-dən yarada bilərək, ya da yalnız alt düyməsindən yarada bilərik. İndi mən qısa yoluma daxil ola bilirəm. Daxil ola bilirəm qısa yoluma. Mən sənədin özünə də daxil ola bilirəm. İşdə də daxil ola bilirəm. Həmin sənəddən də qısa yol. Amma mən gəlsəm, burada əsas sənədi silsəm, recycle atsam. Bu zaman artıq mən qısa yola daxil ola bilməyəcəm. Mənim qarşıma bildiriş gələcək. Problem bir shortcut. Deyir, qısa yolla bağlı problem var. Ya deyir, sən həmin sənədi restore elə bərpa et, ya da ki, sil. Demək istədiyim nədir bu testdə? Bax, problem bir shortcut deyir, qısa yolla bağlı problem var. Deməli, sənədin əsli silinib ki, qısa yolun istinad etdiyi obyekt silinib ki, mən artıq qısa yoluna daxil ola bilmirəm. Ona görə də cavabımız olacaqdır burada A variantı. Qısa yolun istinad etdiyi obyekt zibil yerini qutusuna, daha doğrusu yerini zibil qutusuna dəyişdirdi.
Olacaqdır A variantı. Bu tətbiqlə bağlı bir sualdır, qəşəngli sualdır. Deyir ikinci sualda. Failin mübadilə buferi vasitəsilə yerinin dəyişdirilməsi üçün kontekst menünün hansı əmrindən istifadə olunur? Aha. Burada mübadilə buferi anlayışı var. Əvvəllər Windows-un əməliyyat sistemində bir var muftu var idi, bir də var setto. Bunlarda heç zaman mübadilə buferinə düşmürdü. Şey bizdən də düşmür. Mənim S olur orada. Necə? S variantı olur. Bəli, D variantıdır. Kat. Mübadilə buferi vasitəsilə yerinin dəyişdirilməsi. Katdır, doğrudur. Kəsirsən, başqa bir yerə yapışdırırsan, düzdür. Keçən dərsimizlə bağlı olan bir sualdır. Windows 11 əməliyyat sistemində pəncərənin hansı növləri var? Pəncərənin növləri var idi, uşaqlar nələr? Sistem tətbiqi proqram pəncərəsi, sonra qovluq pəncərəsi və dialoq pəncərəsi olacaqdır 2, 4, 6. 2, 4, 6 var, bəli var. A variantı. Dördüncü sualı tapın görüm. Hansı pəncərə növünə aiddir? Əgər kompüterin pəncərəsi sizdən danışırsa, Qovluqdur müəllim. dialoqdur. Dialoq, bəli. Dialoq pəncərəsi. Demişdik, əgər kompüter sənlə danışırsa, bu hansıdır? Dialoq pəncərəsi. Dialoq. Sonra 5-ci. Deyir, bəzi fayllar nə üçün solğun rəngə malik olur? Ya kəsilmişdir, ya da ki, hidden atributu tətbiq edilmişdir. Yəni, Sonra 6. Deyir, bu düymə nə üçündür uşaqlar? Budur, bu. Maximize düyməsidir. Uşaq bu neyir? başqa pəncərə. Bax, verirəm, sonra cavab verir. Pəncərənin əvvəlki görünüşünə qaytarır, əvvəlki ölçüsünə qaytarır. Bəs bu düymə nədir? Bax, belədir, belədir, D düzdür. variantı. Tam D ekran. variantı. A, sonra pəncərə tam ekran boyunda açılır. Bax, əvvəl belədir, düzdür, kiçik idi ölçüsü, düzdürmü? Gəlirəm bunu klikləyirəm, pəncərə tam ekran boyu açılır. Deyir, kopya əmri nə olacaq da Windows 11-də? Mübadilə buferinə silinənə qədər yapışdırıla bilər. Tapın görüm 9-u. Mübadilə buferini açmaq üçün hansı klaviatura düyməsidir? A variantı müəllim. A variantı. Mübadilə buferimiz aktivləşdi. Bunu tapın. Deyir, pəncərədən hansının ölçüsünü dəyişmək? Dialog. Dialoq pəncərəsini dəyişmək olmur, ölçüsünü. 11-i də məncə tapmayan, heç ingilis dilində məncə öyrənməsin. Deyir, pin to start nə üçündür? Bərkitmək üçündür müəllim. Bəli. Deməli, Recycle bin qovluğunu start menüsünə bərkitmək üçün pin to start nə deməkdir? Start menüsünə bərkitmək. 12. Dedik ki, idarəetmə paneli sözünü, control panel sözünü harada gördünüz, söhbət orada sazlamadan gedir. Yəni, sazlama sözünü harada gördün, bil ki, o nədir? İdarəetmə panelidir. Sistemdə müxtəlif sazlama əməliyyatlarının aparılmasına imkan verən proqramlardır. 13. Failin deyək ki, köçürülməsi zamanı müvəqqəti saxlandığı yerlər. Mübadilə buferi C. Mübadilə buferi, doğrudur.
Proqramları silmək üçün. Proqram. Nə olacaq? Elə proqram necə olacaq? Program. Bəli, elə programs. Murad Babayev adından qoşulan kimdir? Murad adından kimsə qoşulubda, amma qız səsi gəlir. Sonra 15. Mənəm müəllim. Kompüter söndü, başqa kompüterdən qoşuldum. Adın nədir? Səsimdən tanımadım. Nazənin. Nazan sənsin. Bəli. 15. İstifadəçi hesabının adını dəyişdirilməsi hansı qovluqda həyata keçirilir? İstifadəçi hesabının. İstifadəçi. Kontekstdən olar da. A variant. User file. Users file. Yox, mən səhv dedim. Burada olacaq control panel. Bunu mən nə əcəb görmədim. Elə bilirəm control verildi. Control paneldan təbii ki olacaqdır. Control paneldan daxil olacaqsınız. User account-sa. Buradan. Bayaqlar dedim, sən buradan dəyişə bilərsən, idarə edə bilərsən. Bax, həmin sual. Sonra 16. Sol dönməz kontekst sazlama. B variantı. E variantı, bəli. Control panel. 17. 17 qəşəng sualdır. Görüm, kim biraz məntiqi var. Deyir, drag and drop texnologiyası ilə faili bir qovluqdan digər qovluğa köçürən zaman əvvəlki qovluqda qalmasının səbəbi nədir? Mən bir-birinin daxilinə yerləşməsini. Nətər? Yox. Y variantı. Yox. Deyildi müəllim. Xeyr. A variantı. Heç kəsin məntiqi güclü deyilmiş. A variantı müəllim. Xeyr. B variant. Bəli. Sizə hansı müəllim deyib ki, bir dənə diskdə 2 dənə eyni fayl ola bilər? Biz əməliyyat sistemləri dərsində demişdik ki, bir diskdə qəti surətdə 2 dənə eyni sənəd, 2 dənə eyni fayl ola bilməz. Düzdürmü? Bir diskdə demişdik. Bu sualda da bizdən soruşur ki, köçürən zaman əvvəlki qovluqda da qalmasının səbəbi nədir? Deməli, bunlar ikisi də fərqli disklərdə yerləşirlər. Biri C diskində yerləşir, biri də D diskində yerləşir. Yadınıza saxlayın ki, C diskində və yaxud da ki, D diskində 2 dənə eyni fayl adı ola bilməz. Yəni, C diskində 2 dənə eyni sənəd ola bilməz. D diskində 2 dənə eyni sənəd ola bilməz. İndi bax, 18-ə baxaq. Deyir, köçürən zaman qovluqda qalmamasının səbəbi. Qalmamasının səbəbi nədir? Deməli, eyni məntiqi diskdə yerləşirlər ki, 2 dənə qovluq qala bilmir diskdə. Başa düşdüyü uşaqlar bu sualı. Uşaqlar. Bəli, müəllim. Keçdi 19-a. Plug and play. Dedik ki, harada ikinci bölməyə aid gördün aparat vasitələri. Aparat vasitələri nədir? İkinci bölmədir. A variantı. Avtomatik sözü də varsa, aparat vasitə sözü varsa, deməli o plug and play texnologiyasıdır. Sonra yeni şriftlərin əlavə olunması. Bayaqlar dedik ki, yeni şriftlər hardan əlavə olundu? Özəlləşdirmək istəyirsən. Appearance. Bax, idarə etmə panelinə daxil olduq. Burada appearance personalizm var. Burada fonts var, düzdür? Fonts şriftlər deməkdir.
Yəni sən artıq burada özəlləşdirirsən. Yeni şriflərin əlavə olunması üçün Control Panel qovluğunun Appearance personajından istifadə olunur. Yerin 1. Deyir, mouse'un göstəricisini dəyişmək üçün hansı qovluğa müraciət edilir? Ümumən, kompüterdə olan bütün işlərinizi idarə etmək üçün idarəetmə panelindən istifadə edirlər. Yəni, olacaqdır Control Panel. Buna da daxil olaq uşaqlar. Daxil oluram idarəetmə panelinə. Buradan daxil olacaq, deməli, Hardware Sound. Burada mouse olmalıdır. Əslində, Device and Printer isə daxil olduqda Settings isə daxil olacaq. Burada yazılır mouse. Mouse button. Bax, ya deyir left-dən elə, ya da right-dən elə. Yəni, göstəricilərini artıq biz buradan dəyişirik. Ona görə də cavabımız olacaqdır idarəetmə panelindən etmək. 22. Deyir, ehtiyat nüsxə yaradaraq və bərpa etmək xidməti. Sizcə hansıdır backup ehtiyat sürətini yaradırdı, restore-dakı bərpa edirdi. Olacaqdır B variantı. 23. Yeni şriflər əlavə etmək. Şrift hardadır burada? D bax 4-dədir. D variantı. Sazlanma sözünü harada gördün? İdarəetmə paneli. Kontrol panel. Bəli. 25-i artıq siz taparsınız deyə düşünürəm. Bu bölmənin əlaqəsi yoxdur. 5-ci bölmənin əlaqəlidir. Məncədir. Onu kim dedəcəyini? Nazənin. Nə vaxtdan belə düz işarələr failin adında ola bilirdi ki? Fail qovluğun adında ola bilirdi. Mən çaşdım. Y variantı müəllim. Bəli, Y B'dir, B. variantı. Y'dir, Y. Uşaqlar. Fail və qovluğun adında bəzi simvollar var idi ki, onlar istifadə oluna bilməzdilər. Bu işarələrə aiddir. Düz drop, sağa drop, qoşu nöqtə, ulduz, sual, dırnaq işarəsi kiçikdir, böyükdür və düz drop. Dropların bütün versiyaları ulduz, sual, qoşu nöqtə, kiçikdir, böyükdür işarəsi və dırnaq işarəsi. Onu bu cür yadda saxlasanız daha gözəl olacaq. Bax, deməli birinci sual gəlir. Sonra gəlir ulduz. Sonra gəlir qoşu nöqtə. Sonra gəlir böyükdür işarəsi, kiçikdir işarəsi. Sonra gəlir bunun bu düz ayağı. Sonra bu ayağı, sonra bu ayağı. Bu da onun papağı, dırnaq işarəsi. Nə yoxşadır? Atmışdınız ya müəllim onu. Nədir? Atmışdınız. 60-am, всё. Bəli. Deməli, bu da oldu bizim fail və qovluğun adında istifadə oluna bilməyən simvollar. Ona görə də 25-də oldu Y variantı. Qeyd olunmuş failləri, qovluqları zibil qutusuna düşmədən silmək üçün hansı düymələrdən istifadə Alarm. olunur? Shift Delete. Delete zibil qutusuna atır. Yazırıq Delete. Zibil atır. Zibil. Amma Shift Delete isə bir dəfəlik silir. Zibil qutusuna düşmədən silir. OLED texnologiyası. Neyinir? Obyektin digər proqramlarla birgə işləməsi üçün və mübadiləsini təmin edir. Deyir, mouse, klaviatura, proqram quraşdırılması kimi tətbiqlərin yer aldığı qovluq. Bunların hamısı olur idarəetmə panelində. Testlərin %60%-də cavab idarəetmə panelidir.
Kontrol panel. Bütün hamısını ayarlamaq üçün idarəetmə panelindən istifadə edirlər. Kompüterin sərt diskinə aha, bunun cavabı nə olacaq uşaqlar? Bütün hər şeyi idarə etmək hardan olur? İdarəetmə A paneli. variantı. A variantı, bəli. Drag and drop 12 dənə texnologiyası. axırlara baxsaq olar. Axırları testi işləmirsən? Yox, elə belə. Hə, əvvəldən gəlirdim ki, Axıra kimi baxacaq müəllim? axıra qədər çatdırmalı, axıra qədər sizə verəcəm. Müəllimə çıxsam olar dərsdən. Nə deyirsən Nazənin? Mənim dərsdən çıxsam olar. Olar Nazənin, olar. Sağ olun müəllim. Sağ ol. 107. Windows 11-də vizual sadəlik və şəffaflıqla bağlı dizayn hansıdır? Biz sizdən keçən dəfə Mika və Fluent funksiyaları keçmişdik. Olacaq Fluent. Sonra, aşağıdakılardan hansı Windows 11 əməliyyat sisteminin aksessoriyası qovluğuna daxil deyil? Run standart proqramdır. Task Manager standart proqramdır. Steps Recorder standart proqramdır. Notepad standart proqramdır. Amma Word isə standart proqram deyil. Soru 109. Ekranı sağ-aşağı küncündəki düymənin üzərinə masum göstərirsə, bax bizdən bunu istəyir. Ekranda pəncərələr məsələlər panelinə düşür. Gözlə, bax, bunu kliklədikdə iş masası görsənir. İş masası görsənir, yəni desktop. Ekrandakı pəncərələr, bax, ekranda 2D formatı, 3D formatı, bütün pəncərələr şəffaflaşır, yox. Tapşırıqlar paneli demək, ekrandakı pəncərələr bağlanır, yox. Hamısı nəyə düşür? Tapşırıqlar panelinə, yəni məsələlər panelinə düşür. Həmişə tapşırıqlar paneli yazırdı, bu dəfə niyə məsələlər yazıblar? Sonra görək. Bax, 102-ci sual. Deyil, diskin optimallaşdırılması zamanı nədən istifadə olunur? Biz bunu triklər dərsində bilirik ki, defragment and optimized drivers-dan istifadə olunur. Müəllimə, mən 109-da A götürmüşdüm. Arxada B veribdilər. D veriblər, B. B, Bəli. bütün pəncərələr şəffaflaşmır axı. Əvvəlki şəffaflaşırdı. Mən sizə yeni test atmışam, yenisini. O testin arxadakı cavablarına baxdıq, çünki bəzi cavabların düzəlişləri olunub, sonra atılıbdır. Çünki ikinci dəfə atıldı test. Qoy mən rekordu bağlayayım.